İlham Əliyevin dostu, Macarıstanın baş naziri, rəhbəri Viktor Orban rədd oldu. Gör nə qədər, baxa, İlhamın dostudur, ha. İlhamın dostudur. İlham Əliyevin Avropada olan arxa dayağıdır, ha. Görün necə qiniloy adamdır ki. Bax, Trump bütün mavinlərini göndərdi dəstəkləməyə. Baxın ha. Rusiya, Putin FSB-ni göndərdi. FSB-nin rəhbərini göndərdi, kəşfiyyatı. İlham Əliyev məzini göndərdi, məzini. Baxın ha. İsrail göndərdi adam, yar idi, yur idi, nədir, belə bir yaramaz göndərdi. Çin də dəstəkləyirdi Viktor Orban'ı. Baxın ha. Demokratiya görün necə bir gözəl bir şeydir ki. Üstəlik, mən burada acıyıram Paşinyana. Çünki Paşinyanın durumu çox ağır olacaq. Viktor Orban'ı itirdi, heç olmasa Paşinyanı itirmək istəməyəcək. Son rikaklarıdır. Ona görə Ermənistana daha çox böyük təsir artıracaq. Çox böyük qarşıdurma ola bilər. Və onun da birinci fəsadları bizə təsir edəcək. Erməni xalqı var ha o. Erməni xalqından da çox bizə təsir edəcək o fəsadları. Orada olan bütün çaxnaşmalar. Hər neysə, demədi deməyin, mən qabil deyirəm. Bir aya qədər dünən devrilən İlham Əliyevin Avropadakı dayağı, arxası, propaganda maşını, nə bilim, dəstəkçisi Viktor Orban bir aya qədər təhvil verəcək, 2 aya qədər də həbs ediləcək ya da fakt keçirəcək, infakt. Neysə, uzun sözün qısası, indi görün bu adam İlham Əliyevin dostudursa, nə qədər sir bilir. 16 il hakimiyyətdə olan adam. Avropada bir 16 il hakimiyyətdə olmaq nə deməkdir? Hər adam xanım Merkel deyil, ha. Bu arada xanım Merkel yenidən ola bilsin namizədliyini qoydu ortaya. Çox dəhşətli olar bu arada və seçilə də bilər, onu deyim ki. Xanım Merkel 16 il. Zaten özü istədi getmək, yoxsa namizədliyini versə qalardı, seçilərdi. Bütün hallarda inşallah Viktor Orban'ın yola saldılar. İnşallah yaxın vaxtlarda İlham Əliyev yola salınacaq. Baxın ha, mən şəxsən dedim ki, qardaş, bu hələm qoymayacaqlar bunu ölkəni verməyə. Dedim ha, hələm Viktor Orban'ın hakimiyyəti təhvil verməsinə qoymayacaqlar. Sonra düşündümdür, əgər qoydularsa 100% bunu ya içəri tıkacaqlar səsini çıxartmasın, ya da öldürəcəklər. Çox güman ki, içəri tıxmağa variant çoxdur, çünki Avropada elə şey daha.